Salamlar hər kəsə. Yeni bir gün Tbilisidə ikinci günümüzdür və bu gün gəlmişik. Hər gün şəhərin mərkəzində bizdə Sabunçuda necə bit bazarı varsa, burada da şəhərin mərkəzində bu cür bit bazarları təşkil olunur və indi hal-hazırda da burada çəkilişlər eləyəcəm. Maraqlı məhsullar var satışda, düzdür. Bu cür məhsullar bizdə də Sabunçuda bit bazarında olur. Sadəcə maraqlıdır, burada sadəcə şəhərin düz mərkəzindədir. Və az sonra burada çəkilişlər eləyəcəm, baxarsınız maraqlıdır və ondan sonra bugünkü planım burada fabrika, hostel var, hansı ki dünyaca məşhurdur. Ora gedəcəm. Ondan əlavə bu məşhur olan bir Rus blogerlərdən, food blogerlərdə görmüşdüm ki, məşhur bir dənə sosiska və pivə verilən yer var, hansı ki 1950-ci ildən indiyə kimi işləyir və eyni formada işləyir. Yəni dəyişiklik eləməyib, eyni bakallarla, eyni sosiska ilə işləyir və orada getmək istəyirəm. Çəkiş aparacağım və bir də Gürcüstanın Tiflisinin gizli gözəlliyi sayılan bir məkana gedəcək. Onda bir-bir qoyduqca adlarını sizə bildirəcəm. İki xərclərim haqqında da danışmaq istəyirəm. Dünənki xərclər nədən ibarət edir? Deməli, və qeyd edirəm, bildirmək istəyirəm ki, bu səfərimdə məqsəd minimum büdcə ilə Gürcüstana necə gəlmək olur. Amma sırf hər şeyi minimum götürmürəm, çünki özümə də uyğun bir şəkildə, amma çalışdığım qədər minimum xərclər hesablayıram. Bütün gün ərzində xərclədiyim pulları kartla aparıram və onu bildirmək istəyirəm ki, və hesablayırıq. 79 manat bilet aldım, qatardan gəlmişəm Bakıdan bura. 12 manat təxmini olaraq sığorta və 110 manat da 2 günlük otel xərcləri vermişəm və dünən gün ərzində 54 manat yemək və su və taksi xərcləri aparmışam və ümumi hesablayırıq. Xərclərimiz bu günlük bu bir gün ərzində bunlardır və sabahki gündə, hər gün səhərində xərclərimi bildirəcəm ki, nəyə daha çox xərc çıxır. Qiymətlər Azərbaycanla eynidir. Yəni, çox da ucuz deyil. Düşünməyin ki, Gürcüstan ucuzdur, ucuz deyil. Və marketlər qiymətləri Azərbaycanla eynidir. Başqa otel qiymətləri ola bilər nisbətdə ucuzdur. Çünki hər cür əlçatan otellər tapılır. Amma ucuz oteldə əlbəttə ki, komfortlar aşağı olur. Ancaq Azərbaycanda komfortu yüksək otellər çoxdur. Və belə. Gəlmişik bit bazarına, bugünkü günü burada başlayırıq və davam edəcəyik. Bugün artıq professional kamerayla çəkiş aparıram. Uğurlar mənə ilk dəfədir xaricdə professional kamerayla çəkiş aparıram. Buranı çəkək və daha sonra yeni bir məkanlarda görüşərik. Uğurlar. İzləyin, səhifəmi izləyin. Bu cür ab-havalı yerdir. Düzdür, açığı baxdım, çox da fərqli, qeyri-adi bir şeylərlə rastlaşmadım. Bizdə olanların 90% Sovet dövründən qalan məhsullardır və bunların da çox bir hissəsi bizdə Azərbaycanda satılır. Bit bazarında tapa bilərsiniz. Bu cür fotoqraflar üçün də görürsünüz. Bütün fotoqraflardan kolleksiya var burada satışda. Gələndə maraq üçün gələ bilər. Bit bazarında olmamışsa gəlin 100%. Antik əşya sevənlər üçün hər bir şey var burada. Eləcə də fotoqrafların hörmətinə baxın. Bit bazarında satılır aparatlar. Biz amma köhnə aparatlardır, Sovet aparatlardır. Və ab-hava bu cür gördüyünüz kimi. Gəldiyiniz zaman ən az maraq üçün düz şəhərin mərkəzində də, yəni hər yeri getdiniz yolunuzun üstündə də gələrsiniz, baxarsınız. Gedək ikinci məkanımıza. Tufula bax. Bununla boydadır. Bundan qəşəng bəxt bağlamaq üçün istifadə eləmirlər. Bunu bağladım, bu da ömür boyu açılmaz.
Tbilisidə növbəti məkan fabrika hostelinə gəlmişik. Bura köhnə fabrika olub və fabrika alıb, restavrasiya ediblər və içini hostel ediblər və ətrafında çox gözəl coffee shoplar və gənclər üçün, əyləncə üçün gözəl bir məkanlar düzəldiblər. Və bu məkana gəlməyiniz məsləhətdir. Gecə gəlsəz daha məsləhətdir. Çünki gecə buranın ab-havası tam fərqli olur. Və hosteldə isə qalmağı mən xoşuma gəlmədi. Nəyə görə? Çünki həm biraz şəhər mərkəzinə uzaqdır. Qiyməti isə bir nəfər üçün minimum qiymət 18 manat olacaq. Gəldiyiniz zaman istəsəz burada da qala bilərsiniz. Sırf 2-3 oğlan gəldiniz və yaxud da 2 qız, üst bir oğlan. Ümumiyyətlə, gənc kollektiv gəldiyiniz zaman burada çox rahatlıqla qala bilərsiniz. Çünki ab-havası gecə vaxtı daha da gözəl olur. Daha da fərqli olur. Qızlı oğlanla bir yerdə qalınır və minimum qiymət 18 manatdan başlayır və tək otaqlar da var. Onlar ancaq saytdan bron eləmək olur. Yəni, ətraf çox fərqlidir, çox maraqlıdır. Gəldiyiniz zaman burada gəlin. Bu cür məkan Azərbaycanda hələ ki yoxdur, amma olsa çox gözəl olar. Çünki həm köhnəlik, həm yenilik böyük pullar qoyulmadan da ab-hava yaradaraq gözəl məkan yaratmaq olar. Və videolarda qoyacağım, baxarsınız, məncə fərqli bir yerdir. Gəldiyiniz zaman ayaqla mən gəldim bura, mərkəzdən bura təxminən 15 dəqiqə ayaqla gəlmək mümkündür. Belə də taksi ilə də gələ bilərsiniz. Yəni çox uzaq məsafədə deyil. Amma qalmaq üçün biraz mərkəzi uzaq sayılır. Yəni sırf buradan çıxıb maraqlı bir yer görə bilmirsiniz deyə qalmaq üçün mən buranı məsləhət görmədim özümə. Yenə də əvvəlki otelimi çox güman ki, yenə də götürəcəm. Təşəkkürlər, minnətdarım, məni izləyin. İndi gedirik növbəti məkana, o Sovet dövründən qalan Sasika pivə verilən məkanı tapmalıyam. Ora gedəcəm və ondan sonra isə Tbilisinin gizli gözəlliyi adlandırılan bir yerə gedəcəm. İzləmədə qalın. Əsasən Rus blogerlərin videolarından baxmışdım. Burada Sasika verilən yer var ki, hansı ki 50 ildir eyni formada, eyni yerdə, eyni Sasika ilə işlənilir və çox fərqli gəlmişdi mənə. Düzdür, kişi icazə vermədi çəkiliş aparmağa. Amma gəldim, daddım. Əslində pivələri və sasikaları həddən artıq dadlıydı. Gəlmək istəsəz, Georgian of Churchill gedən yolun üzərində yerləşir. Mən də bu yolun ora gedirəm və yolun üzərində idi. Gəldim, buranı da gördüm. Dedikləri qədər var, çox dadlıydı. Pivələr də çox dadlıydı. Gəlsəz, hətta içəridə yəqin ki, vloqlar Azərbaycanda daha məşhur olub deyə içəridə Azərbaycanlılar da çox idi. Gələndə gəlin, siz də dadın. Yəni, gəlməsəz də olar, yəni vacib deyil. Amma yəni, dadlı sasika və dadlı pivə içmək istəyirsinizsə, gəlin bura. Yeni bir məkana gəldik. Bura Gürcüstan sallanması adlandırılan, turistlər arasında çox məşhur olmayan bir məkandır. Buyurun, baxın, kadrlarda qoyacağım. Tbilisidən təxmini 10-15 dəqiqə aralıqda yerləşir və buradan da Tbilisiyə də gözəl mənzərə açılır. Düzdür, qanatla qalxdığınız yerlərdə açılan Tbilisiyə açılan mənzərə buradan daha gözəldir. Ancaq buradan da gözəl mənzərə açılır. Və indi yuxarı qalxacağam, görək nələrlə rastlaşırıq. Məncə gözəldir. Və buranın Gürcüstan tarixi içində çox böyük əhəmiyyəti var. Sovet dövründə tikilib, 30-35 metr hündürlüyü var və üzərində də Gürcüstanın tarixində tarixi əhəmiyyətə malik olan insanlar əks olunub və tarixi hadisələr əks olunub. Gedək yuxarıdan da baxaq, görək nə maraqlı kadrlar görürük və yaxud da nə maraqlı şeylərlə rastlaşırıq. Right now, the eyes right is not official, it's not finished, but open to Burada çox maraqlıdır, gəlmə məsləhətdir. Yuxarı qalxdıqca da buranın daha çox möhtəşəmliyini hiss edirsiniz. Və gəlin, görün, yəni Tbilisiyə gəlmişsinizsə gecə həyatı, gəzmə, əylənmə həqiqətən yüksək səviyyədədir və tarix hissəsi də buralara gəlməklə yaşaya bilərsiniz. Məsləhət görürəm, gəlin, kadrlardan da baxın ki, həqiqətən çox gözəldir bura. شوي حركن وسعوا شوي عن بعض هلا
Və bu tarixi abidənin ən yuxarı hissəsindən çox gözəl bir göl mənzərəsi açılır. Yəni Tbilisidə bu boyda gölün olduğunu mən bilmirdim və eyni zamanda da burada həm də yaxınlaşdırın plyajdır, yəni insanlar üçün və çox gözəl göl mənzərəsi var. Gölün adını bilmirəm, amma bura Tbilisi dənizi adlandırırlar. Onu çatçıptı mənədir də bilmirəm, onun yalancısıyam. Yəni Tbilisidə dəniz turizmi də var. Turizm olmasa dəniz də varmış. İnsanlar çimmək üçün yer də varmış.